Dostlar, bugün Azərbaycan nəqliyyat və xarici əlaqələr dərsi ilə sizin qarşınızdayam. Deməli, Azərbaycan nəqliyyatı, Azərbaycan nəqliyyatın tarixinə baxsaq, Azərbaycan nəqliyyatı Azərbaycanda ən mühüm sahələrdən biri olub. Belə deyək də, bu nəqliyyat yollarıdır, nəqliyyat obyektləridir. Yəni bunları hər bir neçə müəssisələri ümumiyyətlə bir yerdə birləşir. Ümumiyyətlə fikir verin, Azərbaycanda ümumdaxili məhsul 2015-ci ildə ümumdaxili məhsul 10,8% nəqliyyat verib. Təsəvvür edin, bu nəqliyyatın əhəmiyyətini ön plana gətirib çıxardır. Ona görə respublikamızda çalışılır ki, bütün nəqliyyat növləri inkişaf etsin, yəni inkişaf etdirilsin. Məsələn, Bakının dəmir yolu vağzalına baxan 1883-cü il dəmir yolu vağzalı, 2017-ci il təbii ki, dəmir yolu vağzalına baxa bilərik. Məsələn, bu da kitabda olan bir maraqlı faktdır. Buna da baxın, Azərbaycanda ən böyük belə deyək, yenilik 1892-ci ildə Bakıda belə deyək, Konka adlanan yolun istismara verilməsidir. Konka nəqliyyatı müəyyən atlar vasitəsilə müəyyən reyslər üzrə hərəkət edən belə deyək də nəqliyyat vasitəsi idi. Sonra Azərbaycan ümumiyyətlə nəqliyyat əhəmiyyətinin böyük olmasının başlıca səbəbləri şərq-qərb və şimal-cənub nəqliyyat magistrallarının üzərində yerləşməsidir. Məsələn, Böyük İpək yolu tarixi əhəmiyyətli Böyük İpək yolu fikir versiniz, buradan şərqdən ta ki Avropaya qədər Azərbaycan ərazisindən keçməsi böyük Azərbaycan nəqliyyatının, Azərbaycanın belə deyək, nəqliyyat əhəmiyyətli bir ölkəyə çevrilməsinin, tranzit bir ölkəyə çevrilməsinin əhəmiyyəti böyükdür. Ölkəmizdə yolların ümumiyyətlə uzunluğu, nəqliyyat yollarının, yəni avtomobil yollarının uzunluğu 16.346 kilometrdir. Yolların 24,5% respublikadır. Yəni respublika daxili, 75,5% isə daha doğrusu respublikadan kənarda, 75,5% isə yerli əhəmiyyətlidir. 1988-ci ildə Ermənistan təcavüz eləmişdi. 20% belə deyək də 88-ci ildən etibarən 20% ərazi işğal altında olmuşdu və dövlətin nəzarətində deyildi. Vətən müharibəsindən sonra təbii ki, bu 4498 kilometrlik bir məsafə artıq işğaldan azad edildi və yollar bərpa olunur. Hələ də işlər davam edir. Yəni möhtəşəm layihələrlə belə deyək, həmin ərazidə də böyük işlər görüləcək. Deməli, biz burada belə bir cədvəl təqdim edirik sizə. Yəni əsas magistral yollar, əsas dəmir yolları, əsas avtomobil magistral yolları. Bunlara biraz diqqətlə baxın, bu cədvəli əzbərləyin. Bunlar imtahana düşə bilər. Məsələn, Bakı-Qazax magistral yolu var. Şərqdən qərbə doğru belə deyək, hərəkət edən, yəni ora uzanan yoldur. İnzibati rayonlar üzrə, məsələn, əsas avtomobil magistral yolu Bakı-Qazaxda belə deyək, Abşeron, Hacqabul, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Şəmkir, Tovuz, Ağstafadır. Məsələn, Bakıdan başlayır. İndi iqtisadi rayona baxaq, fikir verin. İqtisadi rayona Bakıdan başladı. Düzdür, Bakı iqtisadi rayonundan. Bakıdan başladı. Abşerona keçdi. Abşerona keçdi. Avtomatik nə olur? Abşeron Xız iqtisadi rayonu. Hacıqabula keçdi. Abşeron avtomatik olur Şirvan Salyan iqtisadi rayonu. Sonra Kürdəmir, Ucar, Yevlaxa keçdi Mərkəzi Aran iqtisadi rayonu. Sonra Goranboy, Şəmkir, Gəncə, Daşkəsən, Tovuz, Ağstafa isə Qazax, Tovuz iqtisadi rayonundan keçir. Bax, bunları diqqətlə öyrənin, əzbərləyin. Bunlar düşə bilər. Yəni Bakı-Qazax əsas magistral yolu hansı rayonlardan? Abşeron, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarından keçdi. Bəs hansı iqtisadi rayondan keçir? Bakıdan başlayır, Abşeron Xızı, Şirvan Salyan, Mərkəzi Aran, Gəncə, Daşkəsən, Qazax, Tovuz ərazilərindən keçir. Sonra Bakı-Quba şimal istiqamətinə gedən əsas magistral avtomobil yollarımızdan Siyəzən, Şabran və Xaçmaz rayonları ərazisindən təbii ki, Bakıdan başlayır, bu rayonlardan keçir. Bakı iqtisadi rayonu, sonra Abşeron Xızı iqtisadi rayonu, Şabran, Xaçmaz isə Quba Xaçmaz iqtisadi rayonuna aid olan Siyəzən, Şabran, Abşeron Xızıyadır. Bakı heç, Quba Xaçmazda Xaçmaza aid.
Xaçmazın aid olduğu iqtisadi rayondur. Deməli, hara oldu Bakı Quba iqtisadi Bakı Quba magistral yolu Bakı Abşeron Xızı bir də Quba Xaçmaz iqtisadi rayonlarından keçdi. Cənub istiqamətdən Bakı Astara əsas magistral yolu, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran. Salyan rayonu ümumiyyətlə Bakıdan başladı. Birinci Bakı iqtisadi rayonu mütləq olmalıdır. Salyan rayonu Şirvan Salyan iqtisadi rayonunda yerləşir. Sonra Biləsuvar da həmçinin. Sonra gəldik Lənkəran Astara isə Cəlilabad, Masallı və Lənkəran əraziləri əsasən düşür bu iqtisadi rayondan. Deməli, hansı iqtisadi rayondan keçdi? 3 iqtisadi rayondan: Bakı, Şirvan, Salyan, Lənkəran, Astara. Bakı Astara belə deyək magistral yolu. Bax, bir də təkrar edirəm uşaqlar. Burada Bakı Qazax əsas magistral yolu deməli Bakı iqtisadi rayonundan Abşeron Xızı, Şirvan, Salyan, Mərkəzi, Aran, Gəncə, Daşkəsən, Qazax, Tovuz. Rayonlar üzrə Abşeron, Hacıqabul, Kürdəmir, Uzar, Yevlax, Goranboy, Şəmkir, Tovuz və Ağstafa. Bakı Quba 3 iqtisadi rayondan Bakıdan, Abşeron Xızıdan, bir də Quba Xaçmazdan. Siyəzən, Şabran, Xaçmaz, bir də Bakının özü təbii ki, bura aiddir. Bakı Astara cənub istiqamətinə yenə 3 iqtisadi rayondan Bakı, Şirvan, Salyan, Lənkəran, Astara. Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran. Gəldik dəmir yoluna. Bakı Tbilisi dəmir yolu. Fikir verin, bu da Abşerondan Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Qazax. Bax, bu ərazilərdən keçir. İqtisadi baxımdan da, yəni iqtisadi rayonun baxımından Bakı, Abşeron Xızı, Şirvan, Salyan, Mərkəzi Aran, Gəncə, Daşkəsən, Qazax, Tovuza aiddir. Sonra gəldik Bakı Dərbənd şimal istiqamətinə. Yenə 3 iqtisadi rayondan Bakıdan, Abşeron Xızıdan, Quba, Xaçmazdan təbii ki. Bu da Siyəzən, Şabran, Xaçmaz rayonundan keçir. Ələt Zulfa. Bu da deməli Bakı iqtisadi rayonuna aid olan Ələtdən başlayır. Hacıqabul, Şirvan, Salyandan, sonra Saatlı, İmişli, Milmuğandan, Füzuli, Qarabağ iqtisadi rayonundan, Cəbrayıl, Şərqi Zəngilan və Cəbrayıl, Şərqi Zəngəzurdan, bir də Ordubad Zulfa isə Naxçıvan iqtisadi rayonundan keçir. Osmanlı Astara təbii ki, dəmir yolu cənub istiqamətində Osmanlı stansiyasından Astaraya qədər. Deməli, Şirvan, Salyan, Hacıqabuldan Cəlilabad, deməli Lənkəran, Astara, Masallı, Lənkəran, Astara belə deyək xətləri ilə irəliləyir. İndi burada da xəritələr görürsüz. Bakıdan belə deyək gedir təbii ki, Siyəzən, Şabran, Xaçmaz, bunların istiqamətləridir. Bunlara da fikir verin. Osmanlı Astara, Ələt Zulfa dəmir yolu xətti burada uzanır. Bakı Tbilisi dəmir yolu xətti keçdiyi rayonlar da burada qeyd olunub. Əsas nəqliyyat yolları burada da yenə də fikir versəz Bakı, Tbilisi, Ceyhan neft kəmərinin keçdiyi əsas iqtisadi rayonlar imtahanlara daha çox düşür. Diqqətli olun. Bakı, Abşeron Xızı, Şirvan, Salyan, Mərkəzi Aran, Gəncə, Daşkəsən, Qazax, Tovuz. Bakı Subsa deməli bu da həmin ərazilərdən. Bakı Ərzurumdur. Bakı Qazax avtomobil yolu, Bakı Ağstafa dəmir yolu. Bunlar hamısı qeyd etdiyimiz iqtisadi rayonlardan keçir. Sonra Bakı Novorosiysk neft kəməri, Bakı Quba, Bakı Dərbənd avtomobil kəmərlərində Abşeron Xızı, Bakı, bir də Quba Xaçmazdan keçir. Sonra burada əlavə qeyd edək ki, Azərbaycanda ilk avtomobil yolu hara çəkilib? Bakıdan Şamaxı və Kürdəmirə, Quba Dəvəçi, Şabran, Qızılburun, Lənkəran Pirişiv, Lənkəran Leriş, Nuxa Zaqatala Laqodex, Yevlax Şuşa, Şuşa Gorus, Ağdam Cəbrayıl, Qaramanlı Ordubad Zulfa yolları olmuşdu. İlk avtomobil yolları. Ümumiyyətlə 2015-ci ildə avtomobil nəqliyyatı 137 milyon ton yük daşıyıb. 1,7 milyard nəfər sərnişin daşımışdı Azərbaycanda. Azərbaycanda 3 istiqamət var. Bakı Qazax, Bakı Quba və yaxud dediyimiz yollardır. Bakı Astara. Ən uzunu Gürcüstan sərhəddi ilə Bakı Qazax 503 kilometrdir. Bakı Quba 208 kilometrdir. Bakı Astara 312 kilometrdir. Ardıcıl verə bilər, məsələn, düşə bilər ki, məsələn, Bakı Qazax hansı ardıcıl düzün. Deməli, birinci ən uzun Bakı Qazaxdır. Sonra Bakı Astara, Bakı Quba. Üçüncü də Bakı Qubadır. Bakı Quba Rusiya sərhədlə, Bakı Astara İran İslam Respublikası sərhədlə, Bakı Qazax isə Gürcüstanla sərhəddə
qədər gedir. Avtomobil yolla birləşdirən 1478 körpü vardır. Bu, yəni sonrakı mərhələdə artmışdır. Bu da böyük, belə deyək, Qarabağ Şərq Zəngəzur avtomobil yollarının xəritəsidir. Burada əsasən Zəfər yolu Füzuli rayonundan Xocavənd, Şuşa kimi ərazilərdən keçərək Böyük Zəfər yolu salınmışdır. Burada da informasiya fonduna baxaq. Burada deməli Azərbaycan ilk dəmir yolları 1878-də 20 kilometr uzunluğunda Bakı Sabunçu-Suraxanı dəmir yolu olub. İlk, yəni nefti daşımaq üçün xidmət eləmişdi. Sonra Bakı Tbilisi 1883-də, 1900-də Bakı Dərbənd, Ələt-Zulfa, belə deyək, Ermənistan uzun müddət bağlı olmuşdur. Elə yenə də bağlıdır. Sonra dəmir yollarının yüklən daşımasına ucuz başa gəlməsi üçün ölkə ərazisinə yeni xəttlər çəkilib. Məsələn, Osmanlı Astara 125 kilometr dəmir yolu xəttinin uzunluğudur. Mingəçevir Yevlax deməli burada aid 19 kilometrə, Yevlax Xankəndi 105 kilometr, Yevlax Balakən 160 kilometr, Səlyan Neftçala isə 35 kilometrdir. Yəni bunların uzunluqlarını ən azı bilin, birdən müqayisə aparmaq və yaxud da azdan çoxa düzmək tələb edilərsə, bunu düzün. Ən çox məsələn burada Yevlax, belə deyək də Balakən, sonra Osmanlı Astara, Salyan Neftçala, sonra Yevlax Xankəndi, sonra da Yevlax Mingəçevir. Ən az Yevlax Mingəçevirdir, sonra Salyan Neftçaladır. Bakı-Tiflis-Qars dəmir yolu Pekindən Londona kimi uzanan dəmir yolu, İpək yolunun bir hissəsidir. Bakıdan Qars şəhərinə qədər uzunluğu 850 kilometrdir. Demək 2017-ci ildə açılıb bu və Mərkəzi Asiya Türk dövlətlərinin qərbə çıxış imkanı yaradır bu. Bakı-Tiflis-Qars avtomobil yolu. Hazırda Bakı-Astara Təbriz dəmir yolunun çəkilişi başa çatmaq üzrədir. 2016-cı ildə dəmir yolu nəqliyyatına 17 milyon ton, 1,8 milyon nəfər isə sərnişin daşımışdı. Azərbaycanda neft, qaz, hasilat, boru kəmərlərinin inkişafına gətirib çıxarılmışdı bu dəmir yollarının çəkilişi və böyük əhəmiyyətə malikdir. Azərbaycanda Abşeron, Aran, Gəncə, Qazax zonasında dəmir yolu xəttləri daha sıxdır. Abşeronda, yəni Aran bölgəsində və Gəncə, Qazaxda, yəni indiki qeyd etdiyimiz məsələn Gəncə, Daşkəsən, Qazax, Tovuz ərazilərində, iqtisadi rayonlarında. Faydalı qazıntıların daşınması üçün çəkilən dəmir yollarına diqqət edək. Quşçu, Alabaşı, Neftçala, Salyan, Padar çöl göyləri, Padar çöl və göyləri bunlardır. Məsələn, bunların adlarını bilək. Quşçu, Alabaşı, Neftçala, Salyan, Padar çöl göyləri. Faydalı qazıntıların daşınması üçün istifadə olunur. Sonra Bakı Subsa belə deyək, boru kəməri Səngəçal terminalından başlayır Abşerondan. Deməli burada indi bu köhnə iqtisadi rayonlardır. Ancaq məsələn Bakıdan, Abşeron, Xızıdan, ondan sonra gəldik burada Şirvan, Səlyandan, sonra mərkəzi Arandan, sonra gəlir orada Gəncə, Daşkəsən və Qazax, Tovuzdan keçərək gedir. Gürcüstanla Qaradəniz sahilində Subsa terminalındakı Potil şəhərinə yaxınlığında uzanır və bu kəmərin uzunluğu 837 kilometrdir. Diametri isə 530 millimetrdir. 2015-ci ildə hətta 4,2 milyon ton neft daşınıb burada. Neft boru kəməri vasitəli nəql olunma ideyası müəllifi də Rockefeller'in fikridir. Rockefeller və Mendeleyev qardaşları var ki, Rockefeller və Mendeleyev qardaşları 1863-cü ildə onlara məxsusdur. Bu ideyanı ilk dəfə Nobel və Rothschild qardaşları, həmçinin də Royal Dark Shell şirkəti təcrübəyə həyata keçirmişdir. Yəni neftin boru kəmərləri ilə aparılması fikri ilk dəfə belə deyək də Rockefeller və Mendeleyev olmuşdu. Bu ideyanı ilk dəfə həyata keçirənlər isə Nobel qardaşı və Rothschild qardaşları olmuşdur. Royal Dutch Shell şirkətinin təcrübələri ilə həyata keçmişdir. Sonra Bakı Novorossiysk neft boru kəmərləri var. Bu da Səngəçal terminalından başlayır. Xəzər dənizi sahilinin boyunca. Yenə burada Bakı iqtisadi rayonu, Abşeron, Xızı, bir də Quba-Xaçmaz iqtisadi rayonuna keçərək Rusiya Novorossiysk limanına uzanır. Bunun uzunluğu 1330 kilometrdir. Sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməridir. Neft ixrac eləyir.
2006-cı ildə may ayında istifadəyə verilmişdi. Gürcüstan arasından keçərək Türkiyə daxil olur. Aralıq dənizə qədər uzanır. Kəmərin uzunluğu 1767 kilometrdir. Fikir verin. Bakı Tiflis Ceyhan 1767, Bakı Novorossiysk 1330, Bakı Sub 837 kilometrdir. Deməli, onun 1076 kilometri Türkiyənin, 443 kilometri Azərbaycanın, 248 kilometr isə Gürcüstanın payına düşür. Deməli, sonra ümumiyyətlə Azərbaycan və Gürcüstan arasında keçmək Türkiyənin Ərzurum şəhərinə qədər uzanan qaz kəməri də var. Bakı Tiflis Ərzurum qaz kəməri. Türkiyə ilə bağlanmış müqavilə əsasən 15 il müddətində Azərbaycan 91 milyard kub qaz Azərbaycandan Türkiyə alacaq. 91 milyard kub qaz alacaq. 2007-ci ildə Ankarada Komotniyə, yəni Yunanıstana da Komotniyə çəkilən boru xətti Türkiyə ilə Yunanıstanın qaz kəmərlərini birləşdirdi. Sonra Azərbaycan qazı Türkiyə ilə yanaşı Yunanıstana getdi. Yunanistan vasitəsilə də təbii ki Avropaya. Yəni TAP və TANAP layihələri Avropaya Azərbaycan qazının çatdırılmasına xidmət elədi. Deməli, burada da fikir verin. Bakı Tiflis Ceyhan keçdi. Bakı, Abşeron, Hacıqabul, sonra Ağsu, Nəmkürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa. Burada da qeyd etdiyimiz Bakı Subsa 837 kilometr, Bakı Novorossiysk 1330 kilometr. Ən böyüsü isə Bakı Tiflis Ceyhan boru xəttidir ki, bunun uzunluğu 1767 kilometrdir. Ümumiyyətlə bizdə Xəzər dənizinin Azərbaycan nəqliyyatında əhəmiyyəti böyükdür. Azərbaycan dünya okeanına çıxışa imkan verir. Bu kapotaja təbii ki bölünür, kiçik və böyük kapotaj. Xəzər dənizi dünya okeanına çıxmaq üçün 2 istiqamət var. Gəlin birinci bu istiqamətlərə baxaq. Birinci istiqamət Volqa çayı vasitəsilə. Xəzərdən gəldin Volqa çayı vasitəsilə çıxırsan gəmi vasitəsilə Volqa-Don kanalına. Burada Volqa-Don kanalı var. Gəldin Dona keçdin, Volqa-Dona. Sonra Volqa-Don kanalı ilə Don çayına keçdin. Don çayından gəldin Azov dənizinə. Azov dənizindən gəldin Kerç boğazı. Kerç boğazından gəldin Qara dəniz. Qara dənizindən gəldin Bosfor. Bosfordan gəldin Mərmərə. Mərmərə dənizindən sonra Dardanel. Dardaneldən sonra da belə deyək Aralıq dəniz, Cəbrayıl Tariq boğazı və Atlantik okeana çıxırsan. Bu birinci istiqamətdir. Yəni Xəzər dənizindən dünya okeanına çıxmaq üçün birinci istiqamət budur. Və ikinci istiqamət hansıdır? İkinci istiqamət isə Volqa çayının üzərindən elə davam edirsən. Gəlirsən burada Volqa çayı üzərində Rubinsk su anbarından keçirsən. Sonra Volqa Baltik kanalına doğru hərəkət edirsən. Volqa Baltik kanalına. Sonra Volqa Baltikdən sonra gəlirsən Onega çayına çatırsan burada. Onega gölünə çatırsan. Oneganın üzərindən gəlirsən burada deməli Sivir çayı Oneganın üzərindən. Sonra Ladoqa gölü. Ladoqadan da sonra Neva çayı vasitəsilə Fin körfəzinə, Findən Baltika, Baltikdən də artıq Şimal Buzlu okeana çıxmış olursan. Aralıq dənizindən də Süveyş kanalı vasitəsilə həm də Qırmızı dəniz, həm də Hind okeanına da çıxmaq mümkündür. Kapotaj nədir? Bir ölkənin dəniz limanları arasında əlaqəlidir. İki növ var, böyük və kiçik. Böyük bir ölkədə mənsub olan müxtəlif dənizlərin limanları arasında daşır. Məsələn, Türkiyə ərazisində bu var, mümkündür. Məsələn, Qara dənizlə Aralıq dənizi sahilində Mərmərə ilə Ege dənizi arasında limanlar varsa, bunlar arasında belə deyək, daşınmalar bu aiddir böyük kapotaja. Kiçik kapotaja bir ölkəni mənsub olan ancaq bir dənizin limanları. Məsələn, Xəzər dənizi, Azərbaycan bir dənə Xəzər dənizi var. Yəni oradan məsələn Bakı limanından gəlib Lənkəran limanına, oradan nə bilim gəldim burada Dərbənd limanına və yaxud da ki yəni bir ölkəyə məxsus olan eyni dəniz limanlarına gedirsənsə bu kiçik kapotaj adlanır. Deməli Xəzər dənizinin əhəmiyyəti böyükdür dedik bu baxımdan. Xəzər dənizi ən böyük liman belə deyək də Bakı dəniz limanıdır. Bu 1902-ci ildə istifadəyə verilib. Liman Abşeron yarımadasının cənub sahillərində Zığ və Şıx burunları arasında yerləşir. Bakı dəniz limanı Xəzər hövzəsində dərinliyinə görə ən əlverişli buxtadır, Bakı buxtası. Burada demək olar ki,
bütün ticarət dövriyyələri burada böyük əhəmiyyət daşıyır. Məsələn, indi Bakı limanından, yəni Azərbaycandan Xəzər dənizi vasitəsilə belə deyək də bir çox limanlara getmək olur. Yəni müxtəlif ölkələrin. Məsələn, birinci elə Azərbaycanın Türkmənistan arasında 2 dənə limanı var. Belə deyək də, birincisi məsələn Azərbaycanda Bakı Türkmənbaşı var, bir də Bakı Bektaş var. Bakı Türkmənbaşı 305 kilometrdir o liman, o xəttin uzunluğu. Bakı Bektaş 302 kilometrdir. Sonra Bakı Aktaudur. Bakı Aktau Qazaxıstan limanı ilə 470 kilometrdir. Bakı İranla Əncəli 324 kilometrdir. Bakı Həştərxan isə 863 Rusiya ilə əlaqəlidir. Yəni bunları da təxminən məsafələri öyrənin, çünki ardıcıllıqla düşə bilər və yaxud da sıralama qeyd edə bilər. Deməli, ən uzun oldu hansı? Bakı Həştərxan 863 kilometr. Ondan sonra Bakı Aktau oldu 470 kilometr. Sonra Bakı Əncəlli oldu İran arasında 324. Sonra Bakı Bektaş, Bakı Türkmənbaşı, sonra da Bakı Bektaş 305-302 kilometr. Sonra biz burada Azərbaycanda ən böyük hava limanı Heydər Əliyev adına beynəlxalq hava limanıdır. 2 uçuş enmə zolağı, 3 hərəkət zolağı var. Enmə zolağı və hərəkət zolağı. Bununla yanaşı Naxçıvanda, Gəncə, Zaqatala, Qəbələ, Yevlax, Sabratda kiçik hava limanları da fəaliyyət göstərir. Və 2015-ci ildə bu 129 min ton yük, 9 milyon nəfər sərnişin daşınıb və işğal olunmuş ərazilərdə də hava limanları artıq fəaliyyətə başlayıb. Füzulidə, Zəngilanda, ondan sonra Kəlbəcərdə tikilir və bunun sayda demək olar ki, daha çoxdur. Xocalıda var hava limanları. Yəni burada da var. İşğaldan azad olmuş ərazilərimizdə də var. Nəqliyyat qovşağı nədir? Müxtəlif nəqliyyat qovşağı, nəqliyyat vasitələrinin, yollarının bir yerdə kəsişməsidir. Əsasən məsələn burada Bakıdır, Gəncədir, iri şəhərlərdir də. Bakı, Gəncə, ondan sonra Yevlax, sonra Şirvan. Bax, bunlar nəqliyyat qovşaqlarıdır. Yəni tutaq ki, avtomobil nəqliyyatı da var, dəmir yolu nəqliyyatı da var burada. Bir neçə nəqliyyat növü qovuşur burada. Bakı, Gəncə, Şirvan, Yevlax. Sonra yük daşımalarında fikir verin. Burada ən çox pay sahibi olan avtomobil nəqliyyatıdır. Sonra boru nəqliyyatıdır, dəmir yolu nəqliyyatıdır, dəniz və hava. Ən az havadır. Sonra sərnişin daşımaları da yenə avtomobil nəqliyyatı, sonra dəniz nəqliyyatı, sonra deməli dəmir yolu, sonra da hava nəqliyyatı bu ardıcıllıqla dəyişir respublikamızın ərazisində. Bu fikir verin, Lənkəranda liman, hava limanı var. Sonra da burada Füzulidə açılıb, Füzulidə var, Kəlbəcərdə var, Naxçıvan heç var. Qəbələ, Zaqatala, bax bu ərazilərdə hava limanları fəaliyyət göstərir. Bir də ki, çay nəqliyyatı Kür mənsəbindən, yəni Xəzər dənizindən Yevlaxa qədər, Salyana qədər kiçik gəmilərlə hərəkət etmək olur. Ondan o yana artıq hərəkət etmək olmur. Bakının xarici ticari əlaqələrinə baxsaq, Azərbaycanda xarici ticarətdə əsasən ixrac-ixal münasibətləri var da, alqı-satqı məsələləri var, ticarət balansları var. Ticarət balansının saldosu müsbət və mənfi olur, bu heç. Yəni aldığı ilə satdığın arasında da, yəni sənin aldığın belə deyək, satdığından çoxdursa o mənfi saldodur. Əgər satdığın aldığından çoxdursa, deməli bu müsbət saldodur. İndi bizdə də daha çox belə deyək, Azərbaycanda da ticarət əlaqələri müsbətdir. Yəni ticarət əlaqələri bir çox ölkələrlə həyata keçirilir. Məsələn, fikir verin, Türkiyə, Rusiya qonşumuz, Türkiyə, Rusiya, İtaliya, Avropa ölkələri, Almaniya, Çin, İsrail, Fransa, Böyük Britaniya, ABŞ, Hindistan kimi ölkələrlə ticari əlaqələrimiz var. ABŞ həcmində 21 milyard ABŞ dolları həcmində 2016-cı ildə belə deyək satış olub, belə deyək ticarətdən qazanılıb. Bizdən nə satılır? Əsasən neft, Türkiyə yağları, təbii qaz, gips, üzüm,
şərab, meyvə-tərəvəz, pambıq, kartof, yun kimi belə deyək də məhsullar satılır. İdxal olunanlar isə maşın avadanlıqları, dərman preparatları, taxıl, meşə, yəni meşə sənayemiz, taxılımız bizim az olduğundan biz də neynirik? Xarici ölkələrdən ixal əsasında inkişaf etdiririk.